Xeyirxah dostlar, biri var idi, biri yox idi, yaşıl bir meşə var idi. Bu meşədə heyvanlar bir-birindən gözəl xüsusiyyətlər öyrənirdilər. Bal arısı balaca, çox çalışqan idi. O, səhərdən axşama qədər çiçəklərdən şirə toplayır, heç vaxt tənbəllik etmirdi. Dostlarına deyirdi, işləmək insana güc verir. Fil uzunxortum çox mərhəmətli idi. O, xortumu ilə uzaqdan su gətirib, susuz qalmış kiçik bitkiləri sulayırdı. Güclü olsa da, heç vaxt zəifləri incitmirdi. Qarışqa qoçaq yardımlaşmağı sevirdi. O, tək başına qaldıra bilmədiyi buğda dənələrini dostları ilə birlikdə daşıyırdı. Çünki bilirdi ki, birlik olan yerdə dirlik də olar. İt Sadiq isə hamıdan vəfalı idi. O, gecələr meşənin kənarındakı daxmanı qoruyur, dostlarını heç vaxt darda qoymurdu. Heyvanlar başa düşdülər ki, hər kəsin yaxşı bir xüsusiyyəti var. Əgər biz də onlar kimi çalışqan, mehriban və vəfalı olsaq, hamı bizi çox sevər.